Salam, bu videoda sizə hədəfə özəl xüsusi olaraq şifrəli sitəsi yaratmağı göstərəcəm. İstifadə edəcəyimiz alətin linkin açıqlama hissəsində qeyd edəcəm. Virgin Tool alətimizin adıdır. Bu linki sizə açıqlamada verəcəm. Bura daxil olub yükləmə, quraşdırma qaydası burada yazılıb. Onlara özünüz baxa bilərsiniz. Python 3 ilə toolumuzu açırıq. Açılımda bizə bir link verir. Bu sayta daxil oluruq. Open link. Və budur, proqramımız açıldı. Əvvəlcə mən sizə sağdan sola göstərəcəm. Buradan xüsusi var. Xüsusiyə gəlirik. Burada bir senari quraq. Deyək ki, hədəf şəxsin siz Instagram hesabını bilirsiniz, şifrəsinin telefon nömrəsi olduğunu bilirsiniz, amma telefon nömrəsinin nə olduğunu bilmirsiniz. Burada brute force atak edəndə siz bütün nömrələri yoxlaya bilərsiniz, amma alternativ olaraq bu xüsusi hissədən gəlib kod yarada bilərsiniz. Necə olur bu? Siz deyək ki, onun telefon hesabımın şifrəsini unutdum deyib SMS göndərirsiniz. Orada sizə telefonun ilk və sonluğun, başlığın və sonluğun göstərir. Deyək ki, 055-dir, sonluğu da 06-dır. Onda biz nə edirik? Orta hissənin uzunluğu 5 rəqəmli olur. Buradan uzunluğunu qeyd edirik ki, şifrələrin uzunluğu nə qədər olsun və hansı simvollardan istifadə olunsun. Biz deyək ki, 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 istifadə olunsun. Əvvəlin deyirik ki, şifrənin əvvəlini bilirik ki, 055-dir. Sonluğu da bilirik ki, 06-dır. Orta hissəsini artıq bizim üçün bu yaradacaq. Limit, buranı 0 edəndə limit təyin olunmur. Buradan da failin adını dəyişmək olur. Adını nə qoyaq? Insta. Hər şey uyğunluqsa yaradırıq artıq. Burada gördüyünüz kimi orta hissədəki bütün uyğun variantları yoxlayır. $100.000 şifrə yaratdı bizim üçün. İstəsək buradan yükləyə bilərik, TXT formatında kopyalaya bilərik, desktopda saxlaya bilərik. Buradan da Hydra əmrlərinə baxa bilərik. Bunlar örnəkdir sadəcə olaraq. Yaratdığımız fayl adına uyğun olaraq desktopda deyək ki, bunu saxlanət edirsiniz. Ardınca Hydra əmrinin, baxın buradan göstərir, root desktop, insta, txt. İndi keçək hədəfə özəl olaraq. Deyək ki, adını bilirsiniz ki, adı Elxandır. Soyadı deyək ki, soyadı nə olsun? Soyadı İbrahimov. Doğum ili 2002. Şəhər Baku. Hobbisi nə olsun? Deyək ki, kitab. Sevimli heyvanın adı nə olsun? Deyək ki, hədəf şəxsin pişiyi var və adını Məstan çağırır. Sevimli rəqəmin deyək ki, bilmirik, boş qoyuruq. Və burada bizdən soruşur ki, bunları yazılmış sözləri necə yoxlayaq? Mən deyirəm ki, hamısını yoxla, söz birləşməli, tərsinə yazdıq, böyük, kiçik variantlar hamısını yoxla deyirəm. Hədəfi də ki, buradan təyin edirik ki, Elxan edirəm, Elxan, TXT, Word yaratırıq buradan, üstünə vuraq. 149.063 söz yaratdı. Gördüyünüz kimi burada hamısı var. Eyni qaydada buradan da kopyalaya, desktopda saxlaya, yükləyə bilərsiniz. Brut isə nədir? Burada
Burada artıq öz istəyinizə uyğun olaraq şifrəli listlər yarada bilərsiniz. Kiçik, böyük hərflər, uzunluğunu buradan təyin edə bilərsiniz. Deyək ki, 8 rəqəmli və yaxud da 5 ilə 8 arasında bütün kombinasiyaları. Buradan deyək ki, ancaq 0 qoymaq limitsizdir. Yəni mümkün olan bütün kombinasiyaları yaradır. Deyək ki, burada bizə nə lazımdır? Ancaq rəqəmlər və xüsusi simvollardan yaratsın. Adda yaradaq görək. Neçə söz yazılır. Bu biraz vaxt aparam. Əmrdir çünki limitsiz yaradacaq. Gözləyirik. Mən hal-hazırda bunun yaranmasını gözləyən deyiləm. Çünki milyonlarla kod yaratdığı üçün biraz vaxt aparan işdir. Bir 5-10 dəqiqə gözləmək lazımdır. Ona görə buradan çıxıram. Necə bunu dayandırmaq olar? Gördüyünüz kimi bu hələ də açıqdır burada. Ctrl-C-yə basaraq Ctrl-C-yə basdıqda gördüyünüz kimi tool alət dayanır.